hansı nitqçələri olur. Elə bizim qarşımıza çıxa bilər birinci növbədə əvəzlik kimi çıxa bilər. Əvəzlik. Sonra elə ədat kimi çıxa bilər. Ədat. Elə bir də ola bilər feil kimi. Feil. Əvəzli ədat feil. Gördünüz, başqa nitqçəsi yazdım ya. Başqa nitqçəsi yazmadım ki. Deməli, ancaq bu üç olur. Yəni, uşaqlar bəzən elə məsələn, elə danışdı. Eləni götürülür zərf. Elə, məsələn, kitab. Eləni götürülür sifət. Necə kitab? Elə kitab. Eləmək feilidir. Eləmək feili var. İndi, bəs niyə ona sifət və zərf deyirlər? Çünki əvəzlik biz nə dedik? Dedik ki, əvəzlik hansısa bir nitqçəsini əvəz edir. Burada da elə əvəzliyi sifətlə zərfə əvəz edən əvəzlikdir. Deməli, əvəzlik kimi, bax, buradan bir dənə ayrı bir ox qoydum. Əvəzlik nəyə əvəz edir burada? Əla. Sifət və zərf. Bu ikisini əvəz elədi. Yəni, gördünüzmü, deyirəm, əvəz elədi. Demədim ki, sifət zərf olur. Nələr olurdu? Burada yazdım. Ədat olurdu, feil olurdu, bir də nə olurdu? Əvəzli olurdu. Başa düşdünüz? Bəs sifət və zərf necə oldu? Bu anlayış ortaya çıxdı. Əvəzli sadəcə onu əvəz eləyir. Elə belə əvəzli, elə formasında. Sifət əvəz eləyir, zərf əvəz eləyir, onun yerində çıxış eləyir. Və biz də uşaqlar demək bilir ki, böyle sifətli zərfdir. Yəni, sifət, elə belə deyək, sifət və zərf yoxdur. Aydın oldu? Başa düşdünüz? Sadəcə o nədir? Məsələn, elə danışdı. Elə nədir burada? Rəqəm, elə nədir? Elə danışdı, elə. Əvəzlikdir. Nə əvəzi nədir? Super. Elə kitab. Elə nədir burada? Hansı nitqçəsidir? Sifət. Yenə sifətlidir, bax. Bax, görsən, bir belə mən qayda deyirəm, yenə deyil sifətdir. Başdan qaydan deyirəm ki, elə sifət və zərf olmur. Nitqçəsi o nədir? Əvəzlikdir. Nə əvəz elifdir o əvəzlik? Sifət əvəz elifdir. Sifət əvəz elifdir, ona sifət deyə bilərik. Deyəməkdir. Onu niyə bunu elə qarşılayırsınız? Sonra belə keçdi. Belə nə olur? Belə iki dənə nitqçəsi olur. Bir, nə oldu? Əvəzli oldu. İki, ədat oldu. Əvəzlik kimi də yenə. Bax, gördün, ayrıca ayırdım buradan. Sifətlə zərf əvəz edir. Sifət, bir də zərf. Sifət və zərf oldu. Daha doğrusu onu əvəz elədi. Deməli, məsəl üçün, belə danışma. Burada nədir? Hansı nitqçəsi belə burada? Əvəzlikdir. Yox, zərf əvəz elədi. Belə kitab, hansı nitqçəsidir belə burada? Əvəzlikdir, sifət əvəz elədi. Aydın oldu, başa düşdünüz? Bəli. Ama eləcə də ikisi də bir-birinin xüsusiyyətləri eynidir. Nə hansı xüsusiyyətlər eynidir? Eləcə də əvəzlik sifətlə zərf olur, beləcə də əvəzlik. Belə ilə eləni seçəmirsən sən belə? Görürsən, biri elədir, biri belədir. Elə belə. Bizdə mi var, bizdə bu yox. Deməli, elə belə əvəzlə həm sifət həm zərf əvəz edir. Əşyaya aid olduqda sifəti hərəkəti izah etdikdə isə zərfi əvəz edir. Məsələn, belə kitab, elə insan burada sifət əvəz elədi. Belə danışma, elə deməm, burada da zərf əvəz elədi. Elə belə işarə əvəzləri mənsubə şəxsi qəbul edəndən sonra hallanır və cəmlənir. Yəni, nə zaman hallana bilər, cəmlənə bilər? Yalnızca mənsubə şəxsini qəbul etdikdən sonra hallana və cəmlənə bilər. Misal üçün, eləsinə, elələri, gördün, elə, i burada mənsubiyyətdir, ən yönlü haşətçidir. Sonra, elələri, elə, burada əvəzlikdir, lər cəmdir, i isə təsirli hal şəkilçisidir. Yəni, mənsubiyyətdən sonra hallanır və cəmlənir. Sonra, elə belə əvəzləri ədatla homonimdir. Belə sənin xoş gündür. Baxın, burada dedim, ədat. Belə sənin xoş gündür. Belə burada nədir? Suala cavab vermir. Deməli, ədatdır. Sonra, belə insanlara baş qoşma. Necə insanlara, belə insanlara? Belə burada nədir? Hansı nitqçəsidir? Əla, əvəzlikdir. Nə əvəz etmiş əvəzlik olur? Sifəti əvəz etmiş əvəzlik sayılır. Sonra, elə belə əvəzlikləri ədatla homonimdir. Bunu dedik, beləyə misal göstərir. Sonra, o bu əvəzliyi mənsubə şəxsi qəbul etmir. O bu haqqında da az öncə danışdıq. O əvəzliyi həm şəxs, həm də işarə əvəzliyi kimi işlənərək homonim olur. O əvəzliyi həm şəxs, həm də işarə əvəzliyi dedik. Fərqlərini də dedik ki, o şəxsi əvəzliyi özünə kim, nə sonra cavab verir, özündən sonra verici qoyulur. Dediyimiz 7-8 məqamdan sonra. Amma hansı ona cavab verində verici qoyulmur və işarə əvəzliyi olur. Şəxsi əvəzliyi olduqda kimlə, işarə əvəzliyi olduqda isə hansı ona cavab verir.
O şəxs əvəzliyi kimi işləndikdə hallanır, cəmlənir, müftədə və tamlıq olur cümlədə. Amma təyin əvəzliyi kimi olanda, daha doğrusu üzr istəyirəm, işarə əvəzliyi kimi olanda cümlə üzvü kimi təyin kimi qarşımıza çıxır. Həmin əvəzliyi əsasən sifəti bəzən də mətnin daxilində sayı, ismi və fe'li sifətlə əvəz edilir. Məsələn, sifət, qardaşım 5 mərtəbəli binada yaşayır, biz də həmin binada yaşayırıq. Həmin burada nəyə əvəz elədi? 5 mərtəbəlini. 5 mərtəbəli nə idi? Sifət idi. Deməli, burada sifəti əvəz etmiş olur. Cümlə daxilində, ha. Belə ayaqda əvəz edə bilmir. Biz də həmin binada qalırıq, 5-ci binada. Məsələn, qardaşım 5-ci binada, biz də həmin. Həmin burada nəyə əvəz elədi? 5-cini sayı əvəz etmiş oldu. Burada da fe'li sifət əvəz eləyir. Qardaşım istifadə edilməyən maşın aldı. Aynen. Fe'li sifətdir. Biz də həmin maşınlar hərəkəti həmin hansı istifadə edilməyən. Məsəl üçün da, yəni işlənilməyən də, işlənilməyən maşındır. İsmi əvəz edə bilər. Ona gümüş üzük aldım. Həmin üzüyü, həmin nəyə əvəz elədi? Gümüşü, gümüş nədir? İsimdir. Yəni bir onun.